Değerli izleyicilerim, bu benim YouTube kanalımdaki ilk videomdu, ilk podcastımdı. Bugünkü podcastım Sevinç Hanım'dan olacak ve onun verdiği soruları cevaplayacağım. Daha sonraki videolarımda ise Instagram ve YouTube kanalından sizin verdiğiniz soruları tek tek cevaplayacağım ve farklı mövzularda danışacağım. Mədnə xanım, xoş gördük. Hoş gördük Sevinç Hanım. Zaman zaman müsahibələrimiz olub sizinlə və təbii ki, öz Instagram səhifənizdə də siz mütəmadi videolar çəkirsiniz, öz izləyicilərinizi maarifləndirirsiniz. Amma bu dəfə sizin dediyiniz kimi daha fərqlidir və izləyiciləriniz sizə daha geniş şəkildə qulaq asacaqlar, sizdən daha geniş şəkildə faydalanacaqlar deyə düşünürəm. O zaman mən keçirəm ilk sualıma. Psixologiya və psixoanaliz. Bunlar eyni şeylərdirmi? Yox, yəni psixoanaliz psixologiyanı təmsil etmir. Amma hətta insanlar yanlışlıqla psixoanalizi bildiklərində psixologiyanı bildiklərini zənn edir. Məsələn, gedir Freud öyrənir, bütün kitablarını oxuyur Freudun və deyir ki, mən psixoanalizi bilirəm və insanları analiz edə bilərəm, hətta seans keçə bilərəm. Təəssüf ki, bunu psixoloqlar da edə bilir və hansı X adam da Freud oxuduğu üçün psixologiyanı artıq çözə bildiyini zənn edir. Oysa Freudun özü belə onu məşhur edən Edip kompleksini, Edip kompleksi bu arada, yəni qızların atalarını, oğlan uşaqlarında analarını qısqanmasıdır. Onu belə Freud, onu məşhurlaşdıran teorisini belə Yunan yazarından götürüb. Yunan yazarının Oedipus əsərindən götürüb. Və yəni burada əsas məsələ odur ki, insan bir-birindən baxıb ilhamlana bilər. Psixoanalizi öyrəndik, bu psixologiya demək deyil. Psixologiyanı bilmək üçün birinci növbədə insan öz dərininə, öz içinə, özünü anlamalıdır birinci növbədə, öz təbiətini, öz şuuraltını. Bu arada psixoanaliz əsas şuuraltı ilə maraqlanır. Yəni biz şuuraltını bildik, psixologiyanı bildik demək deyil əslində. Təhsil o zaman önəmli olur? Necə? Təhsil önəmlidir? Təhsil %100 önəmlidir. Yəni mən praktikanı bilməsəm, nəzəriyyə önəmli olmur, təhsil önəmli olmur. Təhsilim varsa, praktikam yoxdursa, nəzəriyyə havada qalmış olur. Yəni ikisi də önəmlidir. Bir-birinə kömək eləyir də belə ortaya nəsə qoymaq üçün. Çünki insan təhsil aldı. Bu birinci etapdır. Amma mən aldığım məlumatları həyata keçirə bilmirəmsə, yəni özüm özümə göstərə bilmirəmsə ki, mən süzgəcimdən keçirdiyim bazamdakı şeylərlə nə ortaya qoya bilirəm, nə ərsəyə gətirə bilirəm, o zaman o havada qalmış olar. Amma bu təhsil də yoxdursa, nəzəriyyə yoxdursa, əslində bu mövzudan danışmamalıyıq ümumiyyətlə. Mən psixoloqamsa, mənim diplomum olmalıdır. 2x2. Bunun başqa variantı yoxdur. Belə. Sertifikatlar çıxandan sonra adam belə çoxu diplomu unutdular, amma haqlısınız təbii ki. Yəni hər işin peşəkarı olmaq daha önəmlidir. Psixologiyanın banisi olaraq Freudi götürmürük. Yəni Freud psixoanalizi yaradıb deyək. Yəni psixologiyanı deyil. Ümumiyyətlə psixologiyanı anlamaq üçün, bir psixoloqun psixologiyanı anlaması üçün hər kəsdən öyrənməlidir, oxumalıdır, yararlanmalıdır, amma öz içindən bir şey qoymalıdır ortaya. Yəni bir növ özündən Amerika kəşf etməlidir, bir növ özündən bir dad qatmalıdır terapiyalara, öz individual enerjisi olmalıdır. Bunu hər psixoloq etməlidir deyirsiniz. Öz fərqini ortaya qoymalıdır. Etməlidir, yox. Yəni terapiyanın dadı budur onsuz da. Seansların dadı budur. İndividual olaraq hər mütəxəssisin öz enerjisi olur və o enerjini biz nə vaxt söndürürük? Başqa bir psixoloqu, psixiatrı görürük, bu belə deyirsə belə olmalıdır. Tamam, təsdiqlənir onun dediyi. Amma mən ondan aldım, öz süzgəcimdən keçirdim. Çünki məndə yaradıcılıqda mənim də öz enerjim və öz bazam var axı. Mən də o bazamla ona bir şey qatıram və mənim terapiyam və mənim seansımda individual olaraq mənə aid olmuş olur. Keçim növbəti sualıma. Çətin tərbiyə olunan uşaqlardan danışaq biraz. Bəzən çətin tərbiyə olunan uşaqlarla davranış pozuntusu olan uşaqları qarışdırırlar və mən çalışdım ki, sualları günümüzə uyğun edim. Son günlərdə sosial video çarklar çox çəkirlər və bu uşaqlara bəzən xəstə kimi göstərirlər və ya çətin tərbiyə olunan davranış, hamısını qarışdırıblar bir-birinə. Gəlin elə bir psixoloji yanaşma edək. Çətin tərbiyə olunan uşaqlarla necə işlənilməli, necə davranmalı, ümumiyyətlə o uşaqları necə ayırd etməliyik?
Çətin tərbiyə olunan uşaqlar, ümumiyyətlə davranış pozuntusu olan uşaqlar, o uşaqlardır ki, həm onların diqqət dağınıqlığı var, eyni zamanda da diqqət dağınıqlığı olduğu üçün davranış pozuntusu var. Ümumiyyətlə davranış pozuntusu ilə diqqət dağınıqlığı çox vaxt bərabər olan prosesdir. Burada əsas məsələ odur ki, uşağın tərbiyəsi, bir söz var, deyirlər, uşağın tərbiyəsi ailədən gəlir. Uşağın tərbiyəsi bu mövzuda, sırf davranış pozuntusu mövzusunda, uşağın tərbiyəsində ata кейsi çox önəmlidir. Bir pedaqoqun, bir psixoloq, uşaq psixoloqunun, bir tərbiyəçinin, müəllimənin də rolundan daha çox davranış pozuntulu uşaqda ata кейsi çox önəmlidir. Atanın disiplini, atanın səs tonu, atanın baxışı. Təbii ki, bu prosesi yaratmaqda ananın da köməyi olmalıdır. Amma bir uşağın, bir evdəki bir uşağın sərhədlərinin, sinirlərinin, yox sözünü anlamasının, bu suyu götürüb yerə tökməyin əslində yanlış olduğunu bilə-bilə bunu etməsinin qarşısını alacaq əsas qüvvələrdən biri atadır. Bu mənim fikrimdir. Yəni bu mənim müşahidələrimə əsasən gəldiyim bir fikirdir. Bu tərbiyə mövzusunda, uşaq tərbiyəsi, uşaq psixologiyası, hətta psixoloji terminlər mövzusunda biraz köklərimizə qayıtmağı sevən biriyəm. Necə? Məsələn, uşaq tərbiyəsi mövzusunda dediyim kimi ata кейsi çox önəmlidir. Keçmişdə necə ataya hörmət olub, atanın yanında diqqətli olmaq, atanın yanında hər istədiyin kimi danışmamaq, səs tonunu çox qaldırmamaq. Bunları biz sıradan çıxarırıq yalançı psixoloji qaydalarla. Amma bunların həmişə uşaqlarda disiplin, sinir sistemi, güc mexanizmlərinin inkişaf etdirdiyini görmüşük. Təbii ki, məsələ burada atanın şiddəti, atanın təhdidindən getmir. Yəni yanlış anlaşılmasın. Təkrar deyirəm, ataya qarşı olan hörmət mövzusudur burada və çətin tərbiyə olunan uşaqda, yanlışlar edən, bilərək yanlışlar edən, davranış pozuntuları olan uşaqlarda ata кейsi həmişə rol oynayıb. Atadan çəkinmək, yəni. Və obrazı ümumiyyətlə necə yaratmaq lazımdır ki, Ananın ki ata göz lazımdır. ağartdı və ya bəzən deyirlər ki, atanın heç bir kəlmə söz deməyinə ehtiyac duymurduq biz o vaxtı. Atamız çevrilib bizə bir dəfə baxanda biz bilirdik ki, o nə demək istəyir. Yəni indi danışanda elə deyirik. Təbii ki, bu çox maraqlı mövzuya gəldik. Biz əslində elə keçmişdəki insanlar və bugünkü insanların psixologiyasına da toxunarıq. Əslində keçmişdə müəyyən mövzular var idi ki, şiddətə qədər gedib çıxırdı, normallaşmışdı. O elə bir ki, bizim o insan səviyyəsində, psixologiya səviyyəsində burdaydıq. Bu amma yaxşı deyildi, heç yaxşı deyildi. Çünki uşaq sözünü ifadə edə bilmirdi. Biz gəlib çıxmalıydıq bura balans üçün. Yəni uşaq sözünü də ifadə edəcək, amma atadan da çəkinəcək yeri gələndə. Amma biz nə edirik? Bura qalxmağın normal olduğunu düşündük. Ata sussun, uşağa heç nə deməsin, ana sussun, heç nə deməsin ki, özgüvənli olsun uşaq. Amma normalı, balansda olmaq buradaydı. Biz buranı seçdik. Yalançı psixoloji terminlərlə, qaydalarla, yayılan informasiyalarla biz elə bildik ki, burada olanda uşağın psixologiyası düzələcək, buradan bura gələcək. Amma buradan bura gəlmək lazım idi. Balans buradaydı. Dolayısıyla tərbiyəsizləşir uşaq ata susanda. Yox, tərbiyəsizləşmək deyil bu. Uşaqda sinir sistemi belə deyək də zədələnir. Necə? Uşaq sərhədlərini tanımır, emosiyalarını cilovlaya bilmir. Məsələn, ata disiplini olan uşağı hər hansısa bir şey narahat eləyir. Bunu bildirir. Mən dediyim leveldə bunu bildirir həmin dərəcədə. Amma qışqıraraq nələrsə dağılda bilmir. Orada bir sərhəd görür özündə ki, yox, bunu eləyə bilmərəm. Atam var. Atam əsəbləşər, atam acıqlanar. Biz amma fake informasiyalarla nə öyrənmişik? Orada uşaq duyğularını bastırır və gələcəkdə bu onda aqressiyaya çevriləcək. Çevrilmir. Hətta mənim bir müəllimim var idi, psixofarmakologiya müəllimim deyirdi ki, bir uşağın travma dediyimiz, indi orada gələcəm, bizim əslində travma deyil hər şey. Travma dediyimiz şeylər uşaqlarda əslində sinir sisteminin güclənməsinə səbəb olur. Müqavimət göstərir də uşaq bəzən. Güclənir əslində. Yəni bir də var ki, uşaq hər şeyini, hər emosiyasını kobud şəkildə qışqıraraq, ağlayaraq ifadə edir və orada duyğularını ifadə etsə belə nəyi öyrənir? Duyğuları bu şəkildə ifadə etməyi, duyğuları başqa şəkildə də ifadə etmək olar. Dolayısıyla ata keysinin, ata rolunun, ata modelinin oğlan uşaqlarının əsasən də, qız uşaqlarının təbii ki, amma əsasən davranış pozuntusu olan oğlan uşaqlarının tərbiyəsində böyük rolu var. Hətta onu demək istərdim ki, Sevinç xanım, niyə görə
bu tərbiyə mövzusunda niyə görə uşağa söz deməmək mövzusunda daha çox üzərində işlənilir, qalır ki, heç kim heç nə deməsin, nə ata, nə ana, bu onda travma yaradır. Çünki travma sözünün belə suyunu çıxarmışıq, necə deyirlər, hər şey travma demişik. Hər şey travma deyil. Hər şey travma deyilsə, bəs o zaman travma nədir? Tutaq ki, fərqli məlumatlar var. Travmadan arınmaq olmur, onunla yaşamağa öyrənmək lazımdır. Və ya siz dediyiniz kimi bayaq toxunduq, bir göz ağartmaq belə travmadır. Şiddət travmadır, psixoloji travma var, fiziki travma var. Nə bilim, daha nə travma olmadı ki? Amma bir mütəxəssis gözü ilə travma sözü, travma sözü burada harda işlənməlidir, harda işlənməməlidir. Hər şey travma deyil dedim. Baxın, məsələn, biz psixoloqlar ən çox gələn danışanlar nə edir? Mən travma aldım çünki bacımı daha çox sevirdi anam məndən. Və yaxud da üstümə həmişə qışqırıblar. Evin sonuncu uşağı olmuşam deyə belə davrandılar. İlk uşağı oldum deyə ona az, mənə çox, ona az verildi. Bunlar travma deyil. Bunlar bir insanın içində bir şema yaradıb, hiss, duyğu yaradıb, bir ocaq yaradıb. Ola bilərmi ki, heç zaman unuda bilmədiyimiz, beynimizi daim deşən, belə deyək də, mən çalışıram ki, loru şəkildə deyim fikirlərimi. Yəni hazırda mən psixoloq deyiləm. Mən sizin qarşınızda hardasa pasient kimi oturmuş hiss edirəm özümü. Çünki sizdən öyrənirəm. Hazırda sizdən aldığım şeylərdən siz danışırsınız. Mən də öz həyatımı onu səpirəm ki, görüm harda nəyi səhv etmişəm və ya hansını etsəm daha yaxşı olar. Gəlin belə götürək. Tutaq ki, mənim bir travmam var. Bir neçə dənə məni narahat edən şeylər var. Adına travma deməyim. Heç yadımdan çıxmayan, ağlıma gələndə məndə acı yaradan və ya daim mənimlə gedən bir şey. Bunların hansı travmadır? Tutaq ki, anamın mənim gözümün qarşısında bacıma əsəbləşməyi mənim heç yadımdan çıxmır və ya anamın mənə törətdiyi şiddət mənim heç yadımdan çıxmır. Bu şiddət hansı travma olacaq? Şiddət travmadır. Digəri duyğuydu. Mənə təsiri olmayan düşüncədə qalan. Travmalar da duyğu yaradır insanlarda. Baxın, travma nədir? Travma müharibədir, travma təcavüzdür, travma xocalıdır, travma qəzadır, travma insanların bir-birinə şiddət tətbiq edərkən, ölüm hadisəsi baş verərkən uşağın buna şahid olmasıdır. Travma insanın şahid olduğu prosesdə təhlükədə hiss etməsidir. Ölüm qorxusu hiss etməsidir. Yəni travma bunlardır. Travma anam mənə tərs baxdı, mənə şiddət uyguladı uşağı vaxtı, nə bilim, 2 aldığım üçün həmin günü məni döydü. Ya da müəllim uşaqların içində mənim üstümə qışqırdı. Siz illər öncə bir şey yaşayırsınız. Məsələn, ya uşaq vaxtı, ya yeniyetmə vaxtı unutduğunuzu düşünürsünüz. Amma bugün hansısa qərarda, hansısa davranışda sizə mane olur, addım ata bilmirsiniz. Qorxursunuz, çəkinirsiniz, eləyə bilmirsiniz. Səbəbi elə həmin o hadisədədir. Siz bilmirsiniz, amma o travmadır artıq. Gəlin belə bir şey soruşum sizdən. Mən uşaq vaxtı 5 yaşım olanda televizorda bir qəzanı eşitmişəm. Vertolyot qəzası. Və mən bugün həqiqətən də təyyarəyə minə bilmirəm. Heç bir təcrübəm olmayıb. Yəni mən biri var ki, sonradan qazanılmış qorxu deyək də, mən oturdum, mən təyyarədə bir qəza keçirtmişəm və ya qorxu keçirtmişəm. Bir daha minmirəm. Amma mən heç təyyarəyə minmədən belə təyyarədən qorxurdum. Bu travmadır, gizli travmadır. Biz uşaq vaxtı bizim ailəmizdə qəza çox olub. Yəni əmilərim qəza keçirdi. Və mən uşaqkən eşidirdim, o əmin qəzada vəfat eləyib, digər əmim qəzada vəfat eləyib və mən yol çıxmaqdan qorxuram. Harasa maşınla getməkdən həmişə qorxmuşam. Yəni öncədən elə bir sanki mənə bir siqnal gəlir ki, mən yol çıxmıram, yox, mən yol çıxmaqdan qorxuram. Demirəm ki, mən də çıxacam, öləcəm. Amma yəni o qorxu da adam bilmir ki, bu niyə baş verir. Yəni bunlar da travma nəticəsindədir. Buna travma deyə bilirik. Niyə? Çünki bugünkü qərarlarımızda, bugünkü həyatımızda addım atmağa bizə mane olur. Məsələn, az öncə dedim ki, tutaq ki, X adamın anası onu deyək ki, çox belə pohpohlamayıb, sevgisini çox göstərə bilməyib. Soyuqqanlı bir ana obrazı olub, amma böyüdüb, əməklə, əziyyətlə böyüdüb. Amma çox sevgisini göstərə bilən bir ana olmayıb. Bu xanım həyatına davam edə bilir. Bu travma deyil, anası onu o qədər də çox sevmədi.
sevgisini daha doğrusu çox göstərə bilmədi. Amma məsələn mən bir pasiyentim var idi. Eynən sizin kimi samalyota minə bilmirdi. Amma səbəbini bilmir. Niyə görə? Samalyota yaxınlaşıram, deyir panik atak gəlir, nəfəsim boğulurmuş kimi hiss edirəm, amma geri qayıdıram sonra. Bunun səbəbi danışaraq, terapiyalarla bəlli olur ki, uşaq vaxtı yanında deyilib ki, hələ şahid olmayıb, qulağı eşidib, audial bir travma alıb ki, nə zamansa oğru evə girir, filan kəsi öldürür və onu xalçaya bükür. Xalçanı görürlər, samalyota bənzəyir. Xalça sanki adam öz qorxusunu danışır ki, mən onu samalyota bənzətdim. Öz travmasını, uşaq da bu travmanı eşidir və samalyota görəndə həmin xalça, xalçanın içindəki həmin ölmüş insanı təsəvvür etdiyi üçün o onda travmadır deyə bilirik. Bu travmadır. Çünki bugünkü vacib, həyatına vacib qərarlarına təsir edir. Bunu yaşamağa öyrənməliyik, yoxsa tutaq ki, tapdıq səbəbini? Yox, niyə yaşamaq? Əgər səbəbini tapmışıqsa, nə edəcəyik sonra? əlbəttə ki, terapiya ilə onu aradan qaldırmaq lazımdır. Yəni mümkündür. Hə, bununla yaşamağa keçən dəfə hətta bir kitab gördüm və bunu bir professor yazmışdı ki, depressiya ilə yaşamağı öyrənmək. Niyə depressiya, hətta xəstəliklə yaşamağı öyrənmək deyirlər. Xəstəlik dedikləri az deyil, bir də bununla yaşamağı öyrədirlər. Halbuki bir mövzunu nə qədər üstünə basa-basa deyiriksə, bu var məndə, bu var məndə, bu var məndə, o daha çox dərinləşir. Əgər biz bunu çözmüşüksə, həllini tapmışıqsa, birinci növbədə onsuz da sən bunu tapırsansa, niyə samalyota minə bilmədim? Avtomatik fərqindəlik burada lazım olur. Sizdə bir müqaviməti azaldır. İkincidə də terapiya ilə, məsələn, EMDR terapiyanı ən çox istifadə edirəm bu mövzuda ki, qısa yoldan gedək travmadan qurtulsun. Fərqindəlik dediniz, mən növbəti sualım da elə fərqindəlik idi. Yəni denk gəldi söz-sözə. Tutaq ki, fərqində olduq. Gəlin belə deyim, fərqindəlik nədir öncə istəyəcəm sizdən. Amma bir ona da toxunaq. Tutaq ki, hadisənin fərqində olmağımız bizə yetərlidir ki, biz travmadan nəticə alaq. Elə mi? Yəni o terapiyadan çox üzrlü verin. Yəni bizə fərqindəlik yetərlidir ki, biz terapiyadan nəticə alaq. Yəni əks halda terapiya bizə nəticə verməyəcək. Fərqindəlik birinci addımdır. Amma fərqindəlik həmişə kömək edir. Həmişə yox, ümumiyyətlə fərqində olduq, problem həll olmur. O deyil. Öncə fərqində olub biz terapiyaya gedirik, yoxsa terapiyaya gedəndən sonra fərqinə varırıq? Hər ikisi də mümkündür. Amma hal-hazırda gərəksiz və lazımsız fərqindəlik çox yayılıb. Hər şeyi analiz edib, hər şeyin fərqində olmaq lazımsız beyin yüküdür. Fərqində oluruq təbii ki, birinci növbədə. Niyə görə mən samalyota minə bilmirəm? Terapiyada bunu çözürük. Fərqinə vardırıram ki, məsələn, sən buna görə samalyota minə bilmirsən. Bax, uşaq vaxtı xalça məsələsini eşitibsən. Xalçanın içində bükülmüş insanın ölməsi informasiyası səndə təhlükə yaradıb ki, samalyot buna bənzəyir, öldürə bilər səni içində. İnformasiya yükü o qədərdir ki, insanlar lazımsız fərqindəliklərlə beyinlərini yükləyirlər. Və fərqindəlik elə bir şeydir ki, travmada bizə lazım olur, terapiyada bizə lazım olur. Amma insanlar daim hər anını analiz edərək, fərqindəlik yaradaraq həmin o problemi çoxaltmış olur. Məsələn, mənim ən çox son vaxtlar seanslarda istifadə etdiyim bir cümlə var. Biz qaranlıqda fənəri hara tuturuqsa, oranı görürük, oranı işıqlandırırıq. Terapiyadan kənarda ya da terapiyada da olsa belə daha çox hansı mövzu üzərində qalırıqsa analiz edib, fərqində olub. Tamam. Anan səni sevmədi, anan sənə şiddət göstərdi, nə bilim, müəllim sənə qışqırdı, pərt oldun, bu səndə bu hissi yaratdı. Bunun üstündə dayana həmin hissəyə fənər tuturuq, işıqlandırırıq və problemi nə qədər çox fərqindəlik yaradırıqsa problemdə, nə qədər çox onun üzərində işləyiriksə, o bizə daha çox genişlənir. Həmin mövzu daha çox özümüzləşdiririk deyə, həmin problemin içində bataraq daha çox fərqindəlik yaradır bizdə. Və bu fərqindəlik lazımsız yükdür. Mədinə xanım, bir qeyd elədiniz ki, bir professor deyir ki, depressiya ilə yaşamağı öyrənin. Ümumiyyətlə, biz tutaq ki, eşidirik çox yerdən gizli depressiya, hətta sən gülürsən, danışırsan, amma depressiv hal yaşayırsan. Yenə də siz dediyiniz kimi, informasiya bolluğu o qədərdir ki, hazırda biz bilmirik nəyə inanaq. Tutaq ki, depressiya nə deməkdir? Mən necə hiss edim ki, məndəki depressiya ağır depressiyadır, yüngül depressiyadır, gizlidir, mövsümüdür. Çox fərqli adlar qoyurlar deyə adam çaşır qalır. Amma əslində depressiya nədir?
Keçən dəfə bir danışanım deyir ki, mən depressiyadayım 2 aydır və deyirəm ki, 2 ay müddətində nələr etmisiniz? Ümumiyyətlə mənə biraz danışan. Deyir, 2 ay müddətində bunu etdim, onu etdim və hətta ölkədən çıxdım, səyahət elədim. Səyahət müddətində necə hiss etmisiniz? Çox yaxşı. Çox yaxşı hiss elədim, hər şey qaydasında, çox sevinirdim və s. Tamam. Burada situasiyanı dəyişmək depressiyadakı insana təsir edə bilər. Yaxşı təsir edə bilər. Anlıq bir müddətlik halı daha yaxşıya doğru dəyişə bilər. Amma məsələ burada bilirsiniz nədir? Mən depressiyadayam deyirik. Məsələn, mənim yaram var. Mənim yaram var deyirəm. Mənim depressiyam var deyirəm və bu yara ilə mən bu gün başqa ölkəyə də getsəm o yara məndədir. Ağrı verəcək. Dişim ağrıyırsa başqa ölkəyə getsəm də dişim yenə ağrıyacaq. Yəni burada məsələ nədir? Mən depressiyadayam demək daha çox o depressiyanı mənimsəmək deməkdir. Amma mən həyatımdan məmnun deyiləm. Çünki Azərbaycanda məsələn depressiyadayam deyirəm, amma bu depressiya ilə gedirəm başqa ölkəyə, sərhəddən çıxıram və yaxşı hiss eləməyə başlayıram. Deməli, buradakı həyatımdan məmnun deyiləm. Burada nə isə düzəltməliyəm. Depressiyanı etiket kimi özünə yapışdırmaq yerinə insan depressiv hiss etməsinə səbəb olan amillərə baxmalıdır ki, mən həyatımdan məmnun deyiləm və nədən məmnun deyiləm, onu necə düzəldə bilərəm? Depressiya ilə hər hansı qərar vermək ümumiyyətlə mümkündürmü? Tutaq ki, mən depressiyadayım, mən gəzməyə gedirəm. Yəni bizim düşüncəmizdə depressiv hal, depressiya budur ki, bir insan heç nə edə bilmir. Yəni otaqdan çıxa bilmir. Bir qaranlıq otaqdadır daim. Heç nəyə həvəsi yoxdur. Yəni mənə elə gəlir ki, biraz gülməli gələ bilər sizə. Yəni əgər mən gedib bilet alıb səyahət edirəmsə, burada hardadır depressiya? Baxın, düzdür, bu başqa bir mövzudur. Məsələn, bipolyar olan insanlarda, depressiyanın ağır formasını yaşayan insanlarda bəzi dönəmlər olur ki, həmin vaxtı çox aktiv olurlar, çox alış-veriş edirlər, böyük qərarlar verirlər, nə isə satırlar, nə isə alırlar, səyahət edə bilərlər. Amma mənim çəkdiyim misaldakı case, həmin casedə ki, şəxs depressiyada deyil, depressiv hiss edir. Depressiv hiss edən insan yata da bilər, bir qərar da verə bilər. Yəni çünki depressiyada deyil, depressiv hiss edir çünki həyatından məmnun deyil. Mənim dediyim кейsdə önəmli gördüyüm şey odur ki, depressiyadayam demə. Həyatından məmnun olmadığın şeylərə bax. Qəbullana bildiyi qəbullan ki, budur. Bu ondan irəli gəlir ki, biz depressiya haqqında dərin məlumata sahib deyilik. Bu ondan irəli gəlir ki, bizim narsist bu dəqiqə yəni insanlar çox sevir ki, bəli, insanlar çox sevir ki, adlar qoysun. Bu daha belə qəşəng səslənir. Mən bipolyaram, mən borderline-am, mən depressiyadayam. Sual verirsən ki, nəyə əsasən deyirsən də narsist? Axı sən heç bilmirsən narsist nədir? Narsistlik xüsusiyyətidir, xarakterdir. İndi psixologlar daha yaxşı bilir axı. Deyir ki, qısqancdır və ya nə bilim mənə heç yana qoymur getməyə. Mənə əzir. Məyər bu narsist olur onda? Yəni belə qəribə və ya filankəs depressiyadadır, evdən çölə çıxmır. Yəni sanki bilib-bilmədən siz demişkən özümüz də özümüzə ad qoyuruq və başqalarına da ad qoyuruq hətta. Ki bu belədir. Baxın, əslində Sevinç xanım, biz psixoloqların əl kitabı DSM-5-dir və DSM-5-də kriteriyalar var ki, bu kriteriyaları olan insan bipolyardır məsələn. Tamam, bu təsdiqlənmiş bir şeydir. Mənim dediyim odur ki, biz nə qədər bu xəttdən geçsək, o qədər çətinə getmiş oluruq. Çünki nə qədər çox adları, psixoloji terminləri mənimsəsək ki, mən bipolyaram, mən depressiyadayam, mən OKB-liyəm, mən borderline-am, o zaman ora işıq tutmuş oluruq. Tamam, borderline əlamətləri var. Fokusumuzu ora yönəldirik və daim orada qalır. Onun da kənarı görürük. Fənər məsələsi dedim, qaranlıqda hara fənərdə tuturuqsa, o işıq ora işıqlanır, oranı görürük və zehnimiz onunla daha çox məşğul olur və böyüyür, şaxələnir. Başqa gözəlliyi görmürük də. Yəni elə bilin ki, bir tümör var. O tümörə bıçaq dəyəndə nə olur? Yayılır, bədənə metastaz verir. O həmin problemi də məsələn bir tümördür, var, yoxdur demirəm. Amma nə qədər onun üstünə dayanıb, məndə bu var və bəzən hətta sırf buna görə terapiya alıram deyib bir ajataj yaratsa içində, o bir tümör yayılır sanki orada artıq. Tamam, bəs nə etməlidir insan? O tümör var axı, dedim, var orada bir tümör. O tümörün hər yollarını fokuslanmaq və
Hər yollar deyəndə də, yəni bu tümör məndən getsin deyə nələrsə eləməyə çabalamaq yox. Gedəcəyinə inanaraq addım atmaq, qəbullanaraq var tümör olduğunu qəbul eləyirəm. Addım atım, birinci addım, ikinci addım nədir, neyə bilərəm? Yavaş şəkildə, harmonik şəkildə. Amma məndə bu tümör var deyib, məndə məsələn də borderline var deyib yapışdırmaq yox. Biri var qəbullanmaq, biri var ki, fərqində olmaq. Mən belə anladım sizin dediyinizdən. Biri var ki, biz bunu tutaq ki, deyirik ki, məndə bu şey var, mən qəbullandım və onun getməsi üçün çabalamıram da, amma fərqindəyəm. Bu getməlidir. Biri də var ki, biz onun üçün ağlayaq, yəni daim mənfi düşünək də. Qəbullanmaq ki, məndə bu var, bunu qəbullanıb düşmək. Bir də var ki, qəbullanıram, sağlam tərəfimizdən qəbullanıb ki, hə də bu var məndə, məntiqli düşünürəm və nə edə bilərəm bunun üçün? Yenə də məntiqli qərar verirəm belə düşündüyüm üçün. Deməli, bir çox şeylərdən danışdıq, bir çox psixoloji problemlərdən danışdıq. Həmişə mənə maraqlı olub ki, görəsən psixoloqun özünün problemi olurmu? Çünki bu qədər şey danışdıq. Təbii ki, insanlıq hamımız, yəni bu sadaladıqlarınızdan, danışdıqlarınızdan, travma dediyinizdən, depressiya dediyinizdən böyük ehtimal ki, sizlər də keçmisiniz. Amma necə baş etmisiniz? Əslində sizin verdiyiniz bu sual hər 5 insandan birinin verə biləcəyi bir sualdır. Bunu belə cavablayım. Bu yaxınlarda Carl Gustav Jung'un evinə getmişdim, məşhur İsveçrəli psixiatrın. Terapiya otağında bir kitabda belə bir cümlə keçirdi və bu cümləni heç vaxt eşitməmişdim, oxumamışdım onun kitablarında. Deyirdi ki, ruhi xəstələrin və psixoloji problemli insanların keçirdiyi bizə yad olmayan duyğular, bizə yad olmayan duyğulara verdiyi qeyri-adi reaksiyalar onların xəstələnməsinə səbəb olur. Yəni o deyir ki, bir insanın ruhi xəstəlik dərəcəsinə gəlib çıxmasına, problemlərə gətirib çıxarmasına səbəb onun keçirdiyi duyğular deyil, o duyğuları biz də keçiririk. Yəni bir psixiatr da, bir psixoloq da, bir insan da keçirə bilir eynən o problemli duyğuları. Amma bunun problemli tərəfi odur ki, insan fərqli reaksiya verir orada. Yəni önəmli olan keçirdiyimiz emosiyalar deyil. Önəmli olan o emosiyalara verdiyimiz reaksiyalardır. Məsələn, X adamı sevgilisi tərk eləyir və sağlam şəkildə orada duyğu keçirir. Hər kəs xoşbəxtlik duyğusu keçirmir də, sevinmir, rəqs eləmir ki, məni tərk elədi. Üzülür, narahat olur, bəzən sorğuluyur və keçir zaman gəldikdə. Amma qeyri-adi reaksiyanı necə verirlər? Məni tərk elədi, bundan sonra mən həyata davam edə bilmərəm. Məni tərk elədi, deməli mən dünyanın ən yararsız insanıyam, ən bədbəxt insanıyam və qapanır. Məni tərk elədi, deməli məndə problem var. Mən normal insan deyiləm deyir və bu xəstəlik dərəcəsinə qədər gəlib çıxır, depressiyaya qədər gəlib çıxır. Yeməkdən, içməkdən kəsilməyə qədər gəlib çıxır. Yəni burada sizin sualınıza cavab olaraq onu demək istəyirəm ki, hər insan psixoloqda, psixiatrda bu emosional halları keçirə bilər. İnsanın necə keçirilən duyğuya, keçirdiyimiz duyğuya necə reaksiya verdiyimizdən sorumluyuq. Necə reaksiya verməyimiz bizim ondan sonraki prosesdə başımıza nələr gələcəyinin açarıdır əslində. Demək istəyirsiniz ki, psixoloqlar tamam fərqli reaksiya verə bilirlər. Yəni X insandan fərqli olaraq psixoloqlar yox. İnsanlar fərqli reaksiya verdikdə, yəni qeyri-adi reaksiya verdikdə xəstələnir. Amma mənim sualım psixoloqun problemi. Psixoloq və sağlam reaksiya verən insanlarda isə duyğu eyni qalır, amma sağlam reaksiya verdikləri üçün yəni bu proses keçir bu şəkildə. Yəni burada psixoloqun əslində insanlardan fərqi yoxdur, onu demək istəyirəm. Çünki biz bu mövzuda psixoloqları başqa bir yerə gətirib qoyuruq ki, yəni psixoloq eyni emosiyanı keçirməməlidir, keçirə bilməz ya da keçirsə qəribə baxa bilərlər ki, necə keçirdi psixoloq bu emosiyanı? Psixoloq da keçirə bilər eyni dərdli emosiyanı, sıxıntılı emosiyanı. Önəmli olan necə o duyğuya necə reaksiya vermək. Məsələn mən əgər bu gün ağlasam, bugün üzülsəm, bugün sıxılsam, nəyinsə dərdini çəksəm, bu duyğumu anlayacağam. Bu duyğunu anlaya bilməli olduğumu düşünəcək qədər
yaşamışam ya da düşünəcək dərəcədəyəm ki, mən bir emosional hal keçirirəmsə, bu mənim psixoloqam ya da başqa bir peşənin sahibiyəm əlaqəsi yoxdur. Emosional hal, duyğular keçirə bilərik. Psixoloqla, bir rəssam, bir psixoloqla, bir evdar xanım eyni emosiyanı keçirə bilər. Eyni üzüntünü, eyni sevinci keçirə bilər. Önəmli olan o duyğuya necə reaksiya verməyimizdir. O duyğu ilə necə yaşadığımızdır. Normal qəbul etməyimizdir, yoxsa anormallaşdırmağımızdır. O zaman psixoloqun psixoloqa ehtiyacı var. Psixoloqun psixoloqa ehtiyacı varmı? Əslində bu bütün insanlar üçün keçərlidir. Bəzi insanlar özləri öz yaşam koçlarıdır, özləri öz rəhbərləridir. Bizim psixoloqun psixoloqa yox, bir insanın bəzən rəhbərə ehtiyacı olur. Baş edə bilmədikdə, özünü tam kənardan görə bilmədikdə bir rəhbərinə ehtiyacı olur. Bu psixoloq da ola bilər, bu başqa bir peşənin sahibi də ola bilər. Bu özü də ola bilər. Aha, rəhbər də ən yaxşı halda kimi seçirik? Hansı peşəni seçirik? Təbii ki, hüquqşünası seçmirik, psixoloqu seçirik. Bəzən insanlar Allahı seçir. Ki bəzi insanlar bunu test edirdir ki, mən sadəcə danışmaq istirdim, terapiya istəmirdim. Getdim psixoloqa danışdım, rahatladım və yaxud da Allaha danışıram, rahatlayıram. Yəni terapiya danışmaq deyil təbii ki, amma hər zaman bir rəhbərə ehtiyacımız ola bilər, olmaya da bilər. Və bəzən rəhbər özümüz də ola bilirik. Məsələn, bir psixoloq bəzən bu mənəvi tərəfimizdən bağlıdır. Bəzən öz rəhbərini özü olaraq seçir ki, mənim öz rəhbərim özüməm. Yoxladım, alınır. Özüm özümə kömək edə bilirəm. Bəziləri isə deyə bilər ki, yox, mənim başqa bir psixoloqa, başqa bir rəhbərə ehtiyacım var məni yönləndirməsi üçün. Bu dəyişən situasiyadır əslində. Bir maraqlı və sonuncu sualımı verəcəm sizə. Çox gözəl bir fikir söylədiniz ki, dedi ki, mən özümə psixoloqluq etdim və özümü sağaltdım. Bunu biz son zamanlar qadınlardan eşidirik və bu etapdan sonra özlərini güclü elan edirlər. Mən psixoloqa getmədim. Mən özümün psixoloqum oldum. Mən özümü sağaltdım. Yəni mən xanımlarla işləyən biri kimi rahat bunu deyə bilirəm. Mən çox eşidirəm bu sözü. Amma təbii ki, psixoloq olmadığıma görə mən onlara heç bir reaksiya və heç bir şey deyə bilmirəm. Amma bunu mən çox eşidirəm. Bu onlar üçün bu doğru bir haldır. Yəni özlərinin psixoloqu ola bilər, amma o ixtisasları da psixoloq deyilsə. Hə, nə niyyətlə dedikləri önəmlidir. Məsələn, metaforik olaraq mən deyə bilərəm ki, mən özümün kosmetoloquyam. Mən kosmetoloq deyiləm, amma özüm makyaj elədiyim üçün deyirəm ki, mən özümün kosmetoloquyam. Eləyə bilirəm özüm üçün, mənə qaynədir. Amma orada psixoloqu qəbul etmir. Tutaq ki, mən deyirəm ki, bu prosesdə psixoloqa getməyimiz lazımdır, getməyiniz, müraciət etməyiniz lazımdır. Və ya mən bir başqa xanıma deyirəm ki, baxın, psixoloqa getmək həqiqətən lazımdır. Bəzən yükü özümüz daşıya bilmirik. Biri qıraqdan deyir ki, ay qız, ay Sevinç xanım, mən özümün psixoloqum oldum. Psixoloqa getmək nədir? Bəzən belə deyirlər. Ən çox bunu deyən insanlar, Sevinç xanım, elə bil depoda çox şey var. Açmaq istəmir, müqaviməti var. Onu kimdən açmalıdır? Psixoloqla. Məsələ, psixoloqa bilir ki, bilgi var ki, psixoloqa gedəndə insan o düyünlər açılır, kömək edir psixoloq, düyünlər açılır. Kimin ki o düyünləri, o deposu çoxdursa, problemlər, sıxıntılar, bastırılmış duyğular çoxdursa, ən çox bu cümləni işlədən, sırf qəbul etməmə niyyəti ilə işlədən insanlar həmin o deposu neqativ emosiyalarla, duyğularla, travmalarla dolu olan insanlar olur. Bəs özünü qəhrəman elan etmək kimi bir hissi ola bilərmi o insanların? Bəs necə başqa cür bastırsın? Özünü təsdiqləməlidir ki, psixoloqu qəbul etməsin. Çünki psixoloqu qəbul etsə üzləşməlidir içində bastırdığı duyğularla, amma üzləşməyə hazır deyil. Getməlidir ki, seçir özünü qəhrəman etməyi. Yəni bu şəkildə daha yaxşı bastırır. Daha yaxşı öz-özünü bilmədən, istəmədən aldadır və daha yaxşı qaçır içindəki duyğularla üzləşməkdən. Bir yerdə yorulacaq. Yorğun da zaten insanın içində bir yığılmış emosiyalar çöplüyü, emosiyalar düyünləri varsa, onsuz da yorğundur. Amma üzləşmək o qədər ağrılıdır ki, bundan qaçmalıdır. Və kimsə deyirsə ki, psixoloqa get. Qaçmağın ən yaxşı yolu nədir? Mən özümə psixoloqam ya da yox, psixoloq mən bunu həll edə bilməz. Mən inanmıram deməkdir.
çox rastlaşırıq. Hə. Təşəkkür edirəm. Mən sizə təşəkkür Mən edirəm suallarımın Sevinç cavabını xanım. yetərincə aldım. Ümid edirəm izləyicilərinizə həqiqətən faydalı olacaq. Bu arada kanalınız xeyirli olsun. Təşəkkür edirəm. Niyyət eləyək daha gözəl, daha fərqindəlikli və daha dərin söhbətlərə. Və izləyiciləriniz də sağollaşın, abunə olmaqlarını da unutmasınlar. Təşəkkür edirəm izlədiyiniz üçün. Ümid edirəm bundan sonraki videolarda da sizdən gələn sualları cavablayacağam və bu suallar zəncirvari olaraq daha başqa bir suallar yaradacaq və daha çox insanın həyatına xeyirli vəsilə olacağına inanıram.